Dünyada biyoloji olaraq sonsuz həyatı tapmış yeganə insan 75 il əvvəl vəfat edib. Söhbət 1951-ci ildə ağır xərçəng xəstəliyindən həyatla vidalaşan Henrietta Lacks'dən gedir. Həkimlər ondan xəbərsiz hüceyrə nümunəsi götürdülər və mikroskop altında inanılmaz bir şey kəşf etdilər. Normal insan hüceyrələri bir neçə dəfə bölündükdən sonra məhv olur. Amma Henrietta'nın hüceyrələri fərqli idi. Onlar hər 24 saatdan bir dayanmadan çoxalmağa və yaşamağa davam edirdi. Bugün Heyla adlanan bu hüceyrələr sayəsində poliovirus peyvəndi tapılıb və xərçəng müalicələri inkişaf edib. Şirkətlər bu kəşfdən milyardlar qazansa da, Henrietta'nın ailəsi 10 illiklər boyu bundan xəbərsiz qaldı və onlara bir qəpik də müavinət ödənilmədi. Hazırda laboratoriyalarda Henrietta'nın öz bədən çəkisindən milyon dəfə çox hüceyrəsi yaşayır. Və tibb aləminin bugünə qədər tam izah edə bilmədiyi ən sarsıdıcı fakt odur ki,